Hidrafil yağım bitib. Ancaq mən məyus olmuram, çünki yenisini sifariş etmişəm. Mənim olmazsa olmazım, mənim favori məhsulumdur. Gəlin baxaq görək nəyə görə mən bu məhsulu bu qədər sevirəm. Hətta bilmirəm bu neçənci tubikdə bitirirəm. Artıq sayını itirmişəm. Məhsulumuzu yaxından tanıyaq. Üzümdə suya davamlı makiyaj və yaxud da gündəlik makiyaj və yaxud da SPF kremlər olur və mən təbii ki üz yuma gelləri ilə, tək üz yuma gelləri ilə bu makiyajı və bu kremləri üzümdən təmizləyə bilmirəm, dərindən təmizləyə bilmirəm. Ona görə mənə dərindən təmizlik lazımdır və məhz mən bu məhsulla 3-4 damcı ovucumun içinə sıxıram və üzümə birbaşa üzümə quru halda tətbiq edirəm. Üzümə sürtəndən sonra üzümü ilıq su ilə duruluyuram və üzərindən isə üz yuma geli, üz yuma köpüğü ilə üzümü yuyub kremlərimi, toniklərimi istifadə edirəm. Mən tövsiyə edirəm hər birinizə üzünüzün dərindən təmizləndiyinə məhz bu məhsul sayəsində şahid olacaqsınız.